Pasiyentdə polikistoz var, ya da folikul yetişmədə bir problem var. Normal aybaşı dövründə xəstənin bir neçə dəfə biz gözləmədik bu pasiyentin folikul yetişmir. Öncə səbəbi tapılmalı, bilim araşdırmalı ki, bu folikul niyə yetişmir? Deyəlim səbəbini də tapdıq, səbəbə qarşı müalicə verilməlidir. Bunu da elədik, olmursa artıq folikul bəli özümüz yetişdiririk. Özəl tabletkalarla ya da iynələr vasitəsilə folikullar yetişdirilir. Folikul yetişdirilmə gedir artıq. Bəli, əgər ovulyasiya özü spontan getmirsə, burada ovulyasiyonu da rahatlatmaq üçün özəl iynələrdən istifadə olunur və pasiyentə cinsi əlaqə məsləhət görür. Əlbəttə ki, folikul yetişdirəndə mütləq bilmək lazımdır ki, artıq boruları açıqdır. Yoldaşın spermoqramması normaldır ki, pasiyenti əlavə yükə salınmaq. Bəli. Maksimum neçə ay bəs bu şəkildə davam etdirilir bu folikul yetişdirilmə məsələsi? Deyəlim, pasiyentə əgər öz folikul yetişmir və biz buna folikul yetişdirmə, pasiyentə folikul yetişməyəcəksə 10 dəfə, yəni 10 dəfə deyək, amma bu 10 dəfə yetişdirmədə artıq folikul yetişir, partlayır və pasiyent hamilə qalmırsa, bu artıq səbəb bilinməyən sonsuzluq qrupuna girir. Çünki biz artıq folikul yetişdiririk, boru da açıqdır, yoldaşın spermi də normaldır və bəs niyə hamilə qalmır? Səbəb bilinməyən sonsuzluq. Bu da müasir tip səbəbini bilmir, yəni onun səbəbləri əlbəttə vardır ki, elə ümid edir ki, ilərləyən zamanlarda bu aşkar olunacaq.